Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın çox gözəl şəhəri, rayonu Hacıqabul şəhərində, Hacıqabul rayonu ərazisindəyik. Qabaqcıl, nümunəvi, həyatını təhsilə fəda vermiş bir gözəl müəlliməni, gözəl anamızı sizlərə təqdim etmək istəyirəm. Buyurun anam, adını soyadınız? Yasemin Məmmədova Çərkəz qızı. Neçə il təhsil sahəsində çalışmışsınız? 44 il çalışmışam. Hansı fən tədris? Təqaüddəyəm, ana dili və ədəbiyyatı tədris etmişəm. Hansı məktəbdə çalışmışsınız? Bir sayılı orta məktəb. Çox gözəl. Mənim hansı fən tədris eləmişsiniz? Ana dili və ədəbiyyatı. Bu qədər ixtisasların içində siz nəyə görə o fəni seçdiniz? Çünki sevirəm, dilimi sevirəm. Onu həmişə istəmişəm ki, necə özüm sevirəmsə, eləcə də şagirdlərimə təlqin edeyim, sevsinlər, qorusunlar. Mənə elə gəlir ki, dili olmayan xalq deyil. Dil bizim mənəviyyatımızdır, milli varlığımızdır. Həmişə sevmişəm, bugünkü günə qədər də sevdirməyə çalışıram. Çox gözəl. Deyir ki, bir dövləti məhv eləmək üçün onun dilini almaq lazımdır. Və biz də ona görə dilimizi hər zaman qorumalıyıq. Azərbaycan dilimizin zənginliklərini, ədəbiyyatımızın zənginliklərini, Nizami Gəncəvini, o cümlə Füzulini, Nəsimini şagirdlərə 40 ildən çox təbliğ və tədris edən müəlliməni sizlərə təqdim elədik. Hörmətli izləyicilərimiz, çoxlu sayda şagirdlərdən, tələbədən sorğular apardıq. Bizə bildirdilər ki, müəllimə təhsil məktəbdə öz fənnini deyil, həm də şagirdləri vətənimiz sevməyi, bayrağımız sevməyi təbliğ edibdir. Əsl vətəndaş olmağı təbliğ edibdir. Gözəl ana olub məktəbdə, şagirdlərə bir ana qayğısı göstəribdir. Müəllimə, sizin şagirdlərinizdən əsasən hansı peşənin sahibi olanlar? Ən çox elə müəllim deyərdim. Ən çox müəllim. Düzdür, olanlar içərisində müxtəlif sahələrdə mühəndis olan var, iqtisadiyyatçı olanlar var. Amma mən deyərdim ki, qızların çoxsu müəllimlik sənətini seçiblər. Ana dili və ədəbiyyat müəllimi kimi bu gün hal-hazırda mənim onlarla deyərdim ki, şagirdim var ki, tədris edirlər ana dili və ədəbiyyatı. Çox gözəl. Həm də biz bilirik, siz gözəl anasınız, gözəl nənəsiz, gözəl ağbirçəksiniz. Neçə övladınız var ana? 3 evladım var. Bir oğlum, 2 qızım. Qızlarım ikisi də müəllimədir. Oğlumun adı Zəfərdir, o da mühəndisdir. Çalışır. Həyat yoldaşınız var? Həyat yoldaşım da Cəfərov İnqilab Gülbala oğlu. O da uzun müddət çalışır. Qaz ixracı sahəsində çalışıb. Hal-hazırda o da təqaüddədir. Çox gözəl. Biz sizə öz adımızdan dərin təşəkkür bildiririk. Çağdaş təhsil komandası olaraq sizi kimi müəllimlərlə biz fəxr edirik, qürur duyuruq. Allah təala sizə uzun ömür, can sağlığı versin. Bəli, hörmətli izləyicilərimiz, bu gündən 2026-cı il 24 mart tarixidir. Novruz bayramını keçmişik və gözəl bir ilimizə gözəl bir bahar bayramı keçirtdik və arzu edirik ki, müəllimə, indi hal-hazırda neçə yaşınız var? Mənim hal-hazırda 67 yaşım var. Arzu edirik ki, müəllimənin 70, 80, 90, 100 yaşında nəvələri, nəticələri, kötücələrlə bərabər inşallah gözəl çəkilişlər olunsun Allah qoysa. Bax, bu çəkilişlərə, bu kadrlara mənim 10 il, 20 il sonra sizin nəvə nəticələriniz baxacaq. Onlara ürək sözləri və tövsiyələriniz nədir? Ürək sözlərim təkcə öz nəvələrimə yox, nəvələrimin timsalında bütün gənclərədir, bütün şagirdlərədir. Vətəni sevsinlər, xalqı sevsinlər, dilimizi sevsinlər, adət-ənənələrimizi yaşatsınlar, dövlətimizin qanunlarına hörmətlə yanaşsınlar, eyni zamanda düşmənə də nifrəti yerə qoymasınlar, düşmənə də nifrət eləsinlər. Çoxdur, düşmənlərə qalib gəlməkdən ötürü hamımız bir olmalıyıq, vətənimizi, xalqımızı sevməliyik, dövlətimizin qanunlarını dəyərləndirməliyik. Çox gözəl. Təşəkkürlər, minnətdaram. Çox sağ olun, minnətdaram.